Asiyanın daxili sularına nəzər saldıqda isə əsasən biz hansı çayları qeyd edəcək? Belə ki, Asiyada nəzər saldıqda Şimal Buzlu okeana axıb tökülən buradan Obçayını qeyd edirik. Eyni zamanda qeyd edirik ki, dünyada ən böyük estuariyaya malik olan çaydır. Obçay Qərbi Sibir düzənliyindən axır. Daha sonra Yenisey çayını qeyd edirik. Daha sonra Lena, Yana, İndiqırka və Koluma çaylarını qeyd edirik ki, bunlar Asiyanın şimalından axan ən vacib çaylarıdır. Bundan əlavə qeyd edək ki, bu çaylar qış aylarında donmaya məruz qalırlar, çünki soyuq ərazidən axırlar və bu səbəbdəndir ki, bu çaylardan təsərrüfatda istifadə olunmur. Əlavə olaraq qeyd edək ki, e, Yenisey çayına Baykal gölündən başlayan Anqara çayı tökülür ki, Yenisey çayı da burada həmçinin mənsəbi Qaradənizdir və estuardır deyə qeyd edə bilərik. Əsasən qarşı sularından qidalanırlar, yaz aylarında bol olurlar. Daha sonra muson rejimli çaylarına nəzər saldıqda burada Asiyanın şərq istiqamətindən Sakit Okean hövzəsinə aid olan Amur çayını, Xuanxe çayını e, və Yansızı çayını qeyd edə bilərik. Şərq Asiya istiqamətindən Xuanxe çayını qeyd edək ki, əsasən Çin ərazisindən axır və ən çox Lios çöküntüləri gətirən çaydır. Bu səbəbdən də məhz sarı çöküntülər olduğu üçün məhz töküldüyü dənizə də sarı dəniz adı qeyd olunub. E, Cənub-Şərqi Asiya istiqamətindən Mekong çayı axır, Muson rejimli çay, daha sonra Salüin, İravadi, Hind, Qanq və Brahmaputra çaylarını qeyd edə bilərik. Mərkəzi Asiyanın çaylarına nəzər saldıqda isə burada ən əsas Aral gölünə tökülən Amudərya və Sırdərya çaylarını qeyd edə bilərik. Bu çaylar öz mənbəyini Pamirin 7000 metrdən hündür zirvələrindən götürür ki, bu səbəbdən də buzlaqlarla qidalanır və yay aylarında buzlaqların əridiyi dönəmdə bu çayların səviyyəsində artım müşahidə olunur. Ə, Lakin buna baxmayaraq onların mənsəbi olan Aral gölü son illərdə qurumağa davam edir və səhrəyə çevrilmiş dəniz adı ilə də həmçinin qeyd olunur. Bunun səbəbi isə həm Amudərya, həm də Sırdərya çayından suvarma kanallarını çəkilərək Özbəkistanda, Türkmənistanda kənd təsərrüfatının inkişaf etdirilməsidir ki, əsasən pambıqçılıq və quru subtropik meyvəçilik üzərində belə söyləyək də yetişdirilir bitkilər. Və suvarma işləri həyata keçirildiyi səbəbindən də Aral gölünə heç də suların tam hissəsi gedib çata bilmir. Bu səbəbdən də Aral gölünün səviyyəsi aşağı düşür. Cənubi-Qərbi Asiyaya nəzər saldıqda isə burada xüsusilə Türkiyə ərazisindən başlayan Dəzə və Fərat çaylarını qeyd edə bilər ki, məhz mənbəyini Türkiyədən götürürlər və buradan axaraq belə deyək ki, birləşdikdən sonra Şəddül Ərəb adlanır və İran körfəzinə tökülürlər. Bu çaylar Türkiyə ərazisindən başlayıb Hind okeanı hövzəsinə aiddir. Bunu da qeyd edək ki, Türkiyədən başlayan çaylar əsasən üç hövzəyə aiddir. Belə ki, həm Qara, həm də Aralıq dənizinə tökülən çayları Atlantik okeanı hövzəsinə, Dənizə Fərat çayları İran körfəzinə tökülməklə Hind okeanı hövzəsinə və Türkiyədən başlayan Kükür çayı isə Xəzər dənizinə tökülməklə daxili xaric hövzəyə aid olmaqla üç hövzəyə aiddir deyə qeyd edə bilərik. Asiyanın göllərinə nəzər saldıqda isə biz burada əsasən Rusiya ərazisində yerləşən Baykal gölünü müşahidə edə bilərik ki, Baykal gölü tektonik çat zonasında yerləşmiş, yəni mənşə baxımından tektonik çatdır və dünyanın ən dərin gölüdür. 1632 metr dərinliyə var və bayaq da qeyd etdiyimiz kimi Baykal gölündən Anqara çayı başlayaraq Yenisey çayına tökülür və Yenisey çayının qolunu təşkil edir. Daha sonra Monqolistan ərazisində olan Upsunur və Xubsugul göllərini qeyd edə bilərik. Çin ərazisində olan Lobnor, Kukunor göllərini, eyni zamanda Aral gölünü qeyd edə bilərik Mərkəzi Asiyada ki, Qazaxıstan və Özbəkistan respublikalarının ərazisinə düşür. Qazaxıstan ərazisində yerləşən Balxaş gölünü qeyd edə bilərik. Qırğızstan ərazisində yerləşən Ağgölü İstikul gölünü qeyd edə bilərik. Tacikistanda uçqun mənşəli Saris gölünü qeyd edə bilərik. Türkiyədə isə ən əsas Van və Tuz göllərini qeyd edə bilərik. Həmçinin Cənubi-Qərbi Asiyada Ölü dəniz, həmçinin Ölü göl olaraq da qeyd olunur. Bu da Asiyanın belə söyləyək də əsas göllərdir deyə qeyd edə bilərik.